SAT məhsulda 800 balı necə toplamaq olar? Bu il tələbələrimiz Nurhan, Xədicə, Yusif və Azranur ilə biz bunu etdik. Gəlin sizə bunu necə edəcəyinizi 5 addımda izah edim. 4 və 5-ci addımlar isə mütləq bilməlisən. Birinci addım, dil səviyyəni gücləndir. Dil səviyyən ən az intermediate olmalıdır. İkinci addım, daimi və disiplinli şəkildə hazırlaş. Davamlılıq çox önəmlidir. Birdən-birə çox yükləmək əvəzinə planlı şəkildə hazırlaş. Bu şəkildə çalışsan, nəticə qat-qat yaxşı olacaq. Üçüncü addım, Desmosdan səmərəli istifadə et. Çünki bu sənə vaxta qənaət etməkdə kömək edəcək. Dördüncü addım, variantlarla işləmək. Hər məsələni sıfırdan oxumağa ehtiyac yoxdur. Uyğunsuz cavabların üzərindən xətt çək və seçimləri azalt. Bu üsul da vaxta qənaət edir, həm də səhv riskini azaldır. Beşinci addım, əsas hissələrə, açar sözlərə fokuslan. Çünki bəzən cavab elə məsələnin şərtində gizlidir. Kurslarımız barədə ətraflı məlumat almaq üçün şərh bölməsinə SAT yaz.